1969-cu il Mustang Shelby 350 GT. Bu avtomobil ekologiya dərsi üçün yox, tarix yazmaq üçündür. Bu avtomobil sakit adamlar üçün deyil. Qazı basırsan, qonşular dik atılır. Asfalt stres keçirir. Onun səsi musiqi deyil, ətrafa xəbərdarlıqdır. Kapotun uzunluğuna baxın, elə bir futbol meydancası. Gəlin kapotu açaq. Benzin iyi, testosteron qoxusu. Atların sayı deyirlər 350-dir. Amma 1969-cu ildə Amerikanlar etiraf edirdi ki, 290 at gücüdür. Amma nə vadə bu vəhşi atlar şəhərə daraşsın. Hərəkətdə hər metr həyəcan, hər saniyə adrenalindir. Shelby 350 GT-ni aslı da sürmüyorlar. Amma nəyin naminə? Mənası nədir? Yaxşı olar trekdə sürəsən. Adi yolda radarları yandıra bilər. Əslində bu gün o nəqliyyat vasitəsi yox, daha çox sənət əsəridir. Maraqlandınsa, Baku Avtomola gəl.